İli artık bitirdik. İlin son futbol kartı asılımıyla devam edelim. Ve ne kadar? Asılma da. Video kurtardım asılma. Səbrim yox. Belə həmişə də təkrar bəlkə bir səfər fərqli bir şey çıxsa sevinəcəm. Ben hardan asılsan ha? Juan Kuriev, Erlikon Ferdi Kadıoğlu. Vay. Şəxsən Erlik Haaland'a yok bir Ferdi Kadıoğlu'na sevinmədim değil şu an. Fenerbahçe'nin böyle lig efsanelerinin böyük ihtimal 23-24 sezonunda. Evet, yine enisi. Yani ilin son kart açılımıydı ki, oldu da 2 yanvardan itibaren kart açılımına devam olmadı. Var, kart açılımı devam edirik. Sizler de uzun zaman sonra elə bildiğim videonu çəkilmişəm. Paket bölüyordu. Siz kartın üzerinde görməmişsiniz, sözüm deyim. 5 manat. Şöyle varlı olduğum ben sağ olun videom bağlı. 5 manat çıkmanız abi. Sizin 5 manat tazıydı. Rahmat. Oh. Şərqi Ərəbistan Liqasından Firmino. Şaka maka lan, bir parça daha açacaq. Bir videoda 2 bölüm. Necədir, yaxşıdır. Yenə 5 manat. Ay Firmino dirəşmə də Firmino. Firmino məndə kartı yox idi. Okay, amma Firmino dirəşirici. İkisini də abi 5 manat niyə çıxsın? Dostlarımla değiştim. Bakın top 100 var. Belə kartları var, beləsindən var. Belələrindən var. Başlayaq. Dybala. İlkay Gündoğan. Mesela bu ikisini daha çok istedim. Osimhen. Belə Burak Yılmaz var. Məndə Burak Yılmazın belə kartı yox idi. Belə seriyadan var. Göstərək. Mateo Kovacic. Kimmich. Joao Gomez. Melih Demiral. Morata. Donnarumma. Courtois var. Jan Oblak var. Maretti var Juventus'tan. Ve zamanda top 100 bundan asılımı gələcək inşallah bu həftəyə. Ya da gələn həftəyə Marco Asensio, eyni zamanda Bernardo Silva'nın belə kartları var. Kartasındayıq. Yazda 24 asılır. Stefan Savic. Montenegro'dan. Tony. Sigurdsson. Traber. Finlandiya'dan. Radetski. Degard. Norveç. Vay. Manuel Neuer. En zamanda üstünde de Simon. Qəşəng. Yani kartlarda tək efsane olarak ben de Stefan Savic pis deyil. Montenegro'dan. Əla. Kartasındayıq. Yazda 24 asılır. Stefan Savic. Montenegro'dan. Tony. Sigurdsson. Traber. Finlandiya'dan. Radetski. Degard. Norveç. Vay. Manuel Neuer. En zamanda üstünde de Simon. Qəşəng. Yani kartlarda tək efsane olarak ben de Stefan Savic pis deyil. Montenegro'dan. Əla. Biri belə Jude Bellingham'li olan, biri də baxın belə Arda Gülərli olan. Birinin arkası belə deyim, birinin arkası belə deyim. Millet'de və şey çıxdı, Jimenez. 2 dənə 50 manat. Ama arkasını şeyləyək, deyəcəm nə çıxdı.
Biz 41 kartısındayız. Açaq. Bu Dünya Kupası özel. Yaxını 26. Bakın bak. Vay be. Arkası belə deyil. Qabağını göstərək. İçərdə. Joao Felix. O qəşəng kartlar deyəsən. Bellingham. Bastoni. Ousmane Dembele. Julian Alvarez. Jorginho. Rapinha. Ronaldo Araújo. Euro kart atacağım bu sefer. Euro'nun artık bilinmeyen seriyasına özel bir kartlar. Artık sen tekli kartlar. Ay. Çok elə bildim tekli kartlar meğerse məndə olanın atsız versiyosu da özel kart. Arkadaşlar bir paçada ilk özel kartımızı tapdık bu arada. Romelu Lukaku. Benzema. Fransa mı, Meksika mı bilmem bir milli var. Qaqaşa tanımıram. Özel kart olarak ise Robertson. Tam başkası var. Arkasında bakın belə deyil. Tanımıram. Atıram. Növbəti dəfə kart atıram. Sonra demin ki açmırsan. Işıq düşürəm bilirəm. Ne güzel. Vay. Euro. 20 euro. Şalman ölkəni tərk edirəm. Həmişə kiminiz saqqız. Belə. Niye? Niye kurta geldi? Belə. İstəmirəm. Belə. Kart atılıyor. Bakın bir tane de light geldi. Bir tane 50 mat pul. Sonra demeyin ki kart atılım gelmir.